vaxtında gedib birindən ələ keçirmək üçün uşaq dünyaya gətirmək, onu indi gənclər səhv edib bir addım ata bilər, o şeyləri edə bilər. Amma yəni ki, insan bəlli bir yaşdan sonra onun səhv eləməyə ixtiyarı yoxdur. Mən üzr istəyirəm, fikrim başqa yerə. Siz dediniz ki, o vaxtlarda özündən yaşlı kişilərə gedib Bəli, uşaq bəli. O vaxt gətirir. olub, nədir, nigahdan Kənar. evlad dünyaya gətirmək. Müğənnilərdən söhbət gedir. Bəli, müğənnidən danışırıq. Mən başqa adamlarla. Biz müğənnidən danışmırıq. Bəli, müğənnilərdən danışırıq. Müğənnilərdən danışırıqsa, qanunsuz uşaq dünyaya gətirmək. Onlar eləyiblər. İndiki gənclərimiz də bəlkə fikirləşir ki, bu elədən oldu ki, mən də eləyərəm. Və niyə onlara olardı, bunlara olmaz? Görürsən ki, bəs mən onu deyirəm də. Deyirəm ki, böyüklər nə tökə-tökə gedirsə, balacalar da yığışdıra-yığışdıra gedir. Elə bilir ki, yaxşıdır. Başa düşmür də. İndi amma o bəlli bir yaşa gələndən sonra fikirləşəcək ki, ay mən niyə falan kəsə baxıram? Bu səhv bir şeydir.